Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridən mərkəzdə, prospekt deyilən ərazidə, qapının ağzına qədər asfalt olan ərazidə, məktəbə, bağçaya, marşrutlara yaxın olan ərazidə yoldan da hardasa təxmini 40-50 metr, 70 metr məsafədə yerləşən 2 otaqlı, təmirli bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismətləsin. Sona qədər izləyin ki, vaxtında sizə məlumatlarım. Nəzərdə çatdırılan, bax, bu evin yan tərəfləri açıqdır. Gördüyünüz kimi. Buradan daxil oluruq evin içinə. Həyəti olmasa da, yeri çox gözəl yerdədir, mərkəz yerdədir. Alıb buranı rahat kirayə də verə bilərsiniz. Yəni, 2 otaqlıdır, təmiri normal qaydasında yaşayışlı bir evdir. Bu nəzərdə çatdırım. Buradan girən kimi dəhliz hissəsidir. Dəhlizdə sağ tərəfdə sanuzel. Gördüyünüz kimi sanuzeldir. Buradan daxil oluruq dəhliz hissəsidir. Evlər ayrı-ayrıdır. Nəzərdə çatdırım. Burada mətbəxidir, xudmani bir mətbəxi var. Gənc ailə üçün ən uyğun bir evdir. Gördüyünüz kimi kombi sistemləri zaten hamısı qaydasında çəkilir. Ev çox rahat. Wi-Fi'dir, qaz, su, işıq, kommunallar hamısı qaydasındadır. Sənədi qeydiyyat propskadır. Bunu nəzərdə çatdırım. Burada bir oturacaq bir otaqdır. Gördüyünüz kimi təmiri, yenə kombi sistemi zaten ev qoşadaşdan tikilib. Yəni evin istiliyi mükəmməl olur. Bunu da nəzərdə çatdırın. Keçirik buradan bir dənə. Burada bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı da təmiri normal qaydasında. Bax, belə bir kombi sistemlərdə də hamısı çəkilir. Ev qaydasında olan bir evdir. Bu evi alıb kiraya da vermək uyğundur. Yəni, bunu nəzərdə çatdırım ki, yəni qiymət də elə baha deyil. Yerinə görə qiymətləndirilir. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməkliyi göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak kanalına daxil olursa, orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları da götürmək yaddan çıxmasın. Hörmətli izləyicilər, demək bu evin demək o vaxtda biz 48'ə qoymuşduq. İndi 1000 manatda yenə endirilib, 47 mindən start qiymət qoyulub. Əslində evin qiyməti qalxmışdı. 48'dən yuxarı qalmışdı, amma indi hal-hazırda 47'yə ehtiyac olduğunuzdan müəyyən səbəblərdən 47'yə indirilib. Yenə də indirim olmağını birbaşa sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək. Yeri amma həqiqətən çox gözəl yerdə yerləşir. Qapının ağzına qədər asfalt, mərkəz, parka yaxın, məktəbə yaxın, marketlərə yaxın ərazidədir, marşruta da yaxın ərazidir. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismətləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.